Bu hədsiz çox rast gəlinir. Münasibət içində insanlar zaman-zaman bir-birlərinə bloka atırlar. Müxtəlif sosial şəbəkələrdə fərqi yoxdur, hansı vasitədən istifadə edirlər. Və mən indi səbəblərdən danışmaq istəyirəm. 5 fərqli variant nəyə görə məhz bunu edirlər. Birinci variant odur ki, sadə, adi bir manipulyasiyadır ola bilsin. İnsan deyir ki, yəni ki, bu bloklamaqla bunu çatdırmaq istəyir ki, mən səni belə cəzalandırıram, çünki sən mənim istədiyim kimi davranmırsan. Mənim tam istədiyim kimi deyilsən. Sən nəyisə yanlış elədin, nələrisə yanlış edirsən, ona görə mən səni özümdən məhrum edirəm. Bu birinci variant. İkinci variant ola bilsin ki, sadəcə deyir ki, insan mənasızdır artıq davam etməyə. Bir ümidsizlik var burada. Görür ki, heç nə dəyişən deyil. Artıq uzun zamandır ki, hər bir şey eynidir və bu eynilik də onu qane etmir. Ona görə deyir ki, əşi nə qədər bu çəkəcək, nə qədər uzanacaq, gəl hələ bu münasibət belə də burada bitsin. Vəssalam, yəni birdən anidən blok etməklə bu münasibəti insan bitirir. Üçüncü variant, məsələn, ola bilər ki, bu borderline tipli bir şəxsiyyətdir və yaxud narsistik şəxsiyyətdir və onlar adətən nədən blok edirlər? Görürlər ki, onlara elə gəlir ki, yəni əsasən onlara elə gəlir ki, məndən elə bil partnyor uzaqlaşır, elə bil ki, məndən soyuyur və düşünür ki, məni tərk edəcək, ona doğru gedir və deyir ki, mən onu öncədən tərk edim, yəni tərk edilməklə üzləşmək istəmir deyə tərk edilmək qorxusu o qədər böyükdür ki, yəni mən qabaqcadan tərk etsəm, onu o qədər ağrı çəkməyəcəyəm, ona görə qoy mən hələ gedim. Yəni bu cür də blokla hər şeyi bitirmək istəyir. Dördüncü variant odur ki, bir insanı çox sıxma boğmaya salanda ki, kontrol etməyi, tənqid etməyi, hardasan, nə edirsən, kimlərləsən, tez mənə video zənglə, yığ ginən. Yəni burada insan həyatına hədsiz çox müdaxilə var. Elə bil ki, insan nəfəs ala bilmir də, göz verib işıq vermirsiniz. Onda da adam deyir ki, yox, mən daha dözə bilmirəm, mən təngə gəldim və götürüb bloka atır. Ola bilər ki, həmişəlik, ola bilər ki, müvəqqəti. Yəni ki, bir deyir ki, bir mən özümə bir ara verim, bir mən özümə bir rahatçılıq verim. Yəni bu cür münasibətdə qaldıqca boğulmuş kimi, bu münasibətdə qaldıqca görür ki, hədsiz çox gərgindir, artıq enerjisi də tükənir, yəni bezir bir sözlə də. Bu qədər baskıdan artıq bezmiş olur insan. Beşinci variant da odur ki, ola bilər təşvişli bir insandır sadəcə hədsiz dərəcədə və yaxud qaçınan şəxsiyyət pozuntusudur. Nə ola bilər? O insanlar elə düşünürlər ki, vaxt keçdikcə bu münasibət, yəni ki, hələ bilin ki, təzə başlayıb da, az müddətdir. Yəni deyir ki, vaxt keçdikcə o insan məni daha da yaxşı tanıdıqca məni bəyənməyəcək. Mən o mənlə bağlı məyusluq hissi yaşayacaq və ki, deyir ki, vaxt keçdikcə bu insan məndən uzaqlaşacaq, bu məni bəyənməyəcək, bəlkə də yəni bir insan kimi məndən iyrənəcək. Nə qədər ki, o hətta o məyusluğa gəlib çatmayıb, gəl mən ən yaxşısı bu münasibəti burada bitirim. Yəni həqiqətən də qaçırlar. Halbuki hədsiz dərəcədə münasibətə ehtiyacları var, amma ki özünü qoruyur bu cür. Yəni qaçmaq onun üçün əslində bir qoruma mexanizmidir.